Salam dostlar. Bugünkü mövzumuz bir çoxumuzu narahat edən quyruq gəlməz xəstəliyi haqqında olacaq. Sizlərə balıqlarda quyruq gəlməz xəstəliyi və onun müalicəsi haqqında məlumat verməyə çalışacağam. İlk öncə bu xəstəliyin göstəricilərindən başlayaq. Qeyd edim ki, balıqların quyruqlarından başlayaraq üzgəclərinə və daha sonra isə vücuda yayıla biləcək bakterial xəstəlikdir. Quyruğun və üzgəclərin kənar hissələrində ərimə və qızartı ilə müşahidə olunur. Bundan başqa xəstələnən balığın hərəkətlərinin durğunluğu və yemə qarşı reaksiyası da həmin balığın xəstələndiyinin işarəsidir. Balığın hərəkətsiz olması və qidalanmaması vücudunun zəiflənməsi ilə nəticələnir və bu səbəbdən balıqda başqa xəstəliklər də ortaya çıxa bilir. Əgər balıq artıq bu vəziyyətə gəlibsə, onun həyatını xilas etmək çətin məsələyə çevrilir. İndi isə gələk bu xəstəliyin yaranma səbəblərinə. Bunlardan birincisi su şərtləridir. Suyun gec-gec dəyişdirilməsi, akvariumun dibinin təmizlənməməsi, normadan artıq yem vermək birbaşa olaraq suyun tərkibinə təsir edən amillərdir. Xəstəliyin yaranması üçün digər səbəblər isə balığa əllə təmas, fərqli təbiətlərdə olan balıqları bir yerdə saxlamaq və bunun nəticəsində balıqlarda yaranan stress və ən çox yeni başlayanların etdiyi səhv var ki, yeni qurulan akvariuma balıqları birbaşa buraxırlar. Əgər yeni akvarium qurmusunuzsa, məsləhətdir ki, suyu doldurduqdan sonra ən azı 2-3 gün gözləyəsiniz. Daha sonra isə balıqları həmin suya öyrəşdirərək akvariuma buraxa bilərsiniz. Suyun 2-3 gün saxlanması suda balıqlar üçün lazımi bakterial mühitin yaranmasına xidmət edir. Bu prosesi tezləşdirmək üçün başqa akvariumdan su əlavə edə bilərsiniz. Ancaq diqqət etməlisiniz ki, su götürdüyünüz akvariumda hər hansısa bir xəstəlik olmasın. Quyruq gəlməz xəstəliyi və onun yaranma səbəbləri ilə tanış olduq. İndi isə bu xəstəliyin müalicəsinə baxaq. Az öncə qeyd etdiyimiz kimi xəstəlik səbəblərindən hansının nəticəsində xəstəliyin yarandığını öyrənib, həmin səbəbi aradan qaldırmalıyıq. Əgər su şərtləridirsə suya, stressdirsə saxladığınız balıqlara və stressin yaranacağı digər səbəblərə və s. diqqət etmək lazımdır. Əgər xəstəliyin səbəbini tapa bilmirsinizsə, onda bu şəkildə edə bilərik. Suyun hərarətini 29-30 dərəcədə sabit saxlamalıyıq. Akvariumda olan filtr, su isidən, əgər varsa hər hansısa bir dekor, onları çıxardıb təmiz yumaq lazımdır. Bundan əlavə akvariumda dib çəkmə etməliyik. Hardasa suyun 30-40% təmizlənməlidir. Bundan sonra akvariumda olan su ilə eyni temperaturda olan su əlavə edirik, balığın üzərinə tökülməsin. Bu balıqlarınıza ciddi ziyan verə bilər. Bu şərtlərə əməl etdiyiniz halda bir neçə gün ərzində balıqlarınızda müsbət dəyişikliyi müşahidə edəcəksiniz. Əgər gördüyünüz bu tədbirlər balığınıza heç bir təsir göstərmirsə, bu o deməkdir ki, xəstəlik artıq ağır dərəcəyə çatıb və dərmandan istifadə etmək lazımdır. Dərmandan istifadə edəcəksinizsə, mütləq xəstələnən balığı başqa akvariuma ayırmalısınız və filtr yerinə hava kompressoru istifadə etməlisiniz. Dərman olaraq isə Mikofiş dərmanından istifadə edə bilərsiniz. 50 litr suya 10 damcı dərman əlavə olunmalıdır. 2 gün ərzində balıqda dəyişiklik olmasa, müalicə müddəti artırılır. Su dəyişimi edildikdən 2-3 saat sonra yenidən suyun həcminə uyğun olaraq dərman əlavə olunur. Diqqət olunması əsas məsələlərdən biri suda oksigenin zənginliyidir. Daha öncə ağ ləkə xəstəliyi haqqında hazırlanmış videoda qeyd etdiyim kimi, müalicə zamanı suyun hərarəti artdığına görə balığın oksigenə olan ehtiyacı da artır. Bunu unutmamaq lazımdır. Quyruq gəlməz xəstəliyi haqqında bu qədər dostlar. Ümid edirəm ki, bu məlumatlar sizlər üçün faydalı olur. Siz də belə düşünürsünüzsə və hər hansısa bir əlavəniz varsa, videonun yorum hissəsinə yazaraq bizimlə bölüşə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.